Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühəndisliğine, beyin mühəndisliğine qarşı Türkçe əski kitablar programının 429-cu bölümün başlayıram. İnşallah ki, xeyir olsun. Dostlardan biri çox məhəbbət eləyibdi, deyibdi ki, sən bu program başlayanda çox qəliz Allahın adı ilə başlayırsan və bu müsəlmanların İran, Türkiyə kimi yerlərdə və hətta bəzi digər məmləkətlərdə müsəlmanların sui-istifadə elədiyi və İslamı xarabladığı, dini xarabladığı xatırlanır. O adamlar xatırlanır. İslama rəddi yoxdur əlbəttə. Biraz bunu azaltsan necədir? Mən müsəlmanlıq iddiası eləmirəm. Allahımla, özümlə Allahın arasında mürid-o mürad da yığmaq istəmirəm. Onun üçün də ehtiyacım yoxdur, biri gəlsin, baxsın ya baxmasın. Mən özümün inkişafıma çalışıram. Özümü türk dilində, türk ədəbiyyatında, türk tarixində, türk uyğarlıqlarında, türklərin minlər uyğarlıqlar var. Bunlarla tanış eləməyə çalışıram. Özümü bunlarla barış eləməyə çalışıram. Və istəyirəm o atmosfer, o hava, o fəza ki, bizi orada keçən 100 ildə özəlliklə, 250 ildə üst-üstə bizi saxlayıblar və beynimizi yuyublar və bizi türklük və türklükdən uzaqladıblar, türk adına hətta. Mən oradan çıxmağa çalışıram. Bu, şəxsi bir çabadır. Nəqsimi bilirəm, mərisçiliyimi bilirəm, oradan çıxmağa çalışıram. Eyni halda bir milləti sadəcə vətənlə, dilinlə hərəkətə gətirmək olmaz. Onları bir millət eləmək olmaz. Bu yaşanıbdır. Yəni, 1 ilin, 2 ilin, 10 ilin sözü deyil. Bu, 100 ilin sözü deyil. Minlər il bəşər bunu yaşayıbdır. Ən son yaşadığı kommunizm, sosializmidir. Orada da bir milləti millət eləmək üçün torpaqdan izafə bir şey istəyir. Ki, bunları torpaq mühümmüdür, dil mühümmüdür, tarix mühümmüdür, ənənələr, bunlar mühümmüdür. Amma bunları bir-birinə bağlayıb bir bina düzəltmək lazımdır. Ona bir ideoloji lazımdır. O da adın qoyun, marksizm, sosializm, İslam, Yahudiyyət, hər nə qoyursa qoyun. Amma hər millətin özünə bir özəl bir şey olmalıdır ki, onunla milləti birləşdirsin. Mən o bəhslərə də keçmirəm. Onlar da İran dediğin yer və Türkiyə dediğin yer və o birisi yerlər dediğin yer. Burada insanlar mənfəətləri üçün dinə baxırlar. Əlbəttə, din bir silahdır. Bunu bir qəbul eləyək. Din tamam o birisi silahlara tay, hökumətin əlində və dövlətin əlində o milləti bir amaclara, bir yerə götürmək üçün bir silahdır. İndi hara götürür, orası bəlli deyil. Amma o zaman ki, bunları gətirilər, bunlardan pul qazanmağa geçələr, onda təəssüflə fasid olmaq dövrəsinə keçir. Yəni, hər bir təməddünün, yeni təməddün ki başlanır, gözəllikləri var, amma sonra özü yavaş-yavaş fasid olmağa geçir. O zaman ki, insanlar o gözəllikləri saxlamağa çalışmırlar. O gözəlliklərdən güc qazanmağa, nəf'i, şəxsi nəf'i, milli yox, şəxsi, bireysel güc qazanmağa, bireysel sərvət qazanmağa gedirlər. Mən bir xəbər gördüm, bilmirəm nə qədər doğrudur, yalandır. Türkiyədə bir kodita üz veribdir, iqtisadi kodita deyə bilərik. Zahirən beləsi bir xəbərdir, bilmirəm doğrudur, yalandır, amma məmurlar gedirlər bu nümayəndələrin, bu vəzirlərin, bu vəkillərin, bu idarələrin, bu hər bir qurum, quruluşun adamlarının evlərindən pulları, qızılları çıxadırlar. Yəni, mən gördüyüm xəbərdə bir dana evdən 12 ton qızıl çıxıbdır. Bir dana evdən 40 milyon dolar çıxıbdır. Özdə məsələn, bir dana xanım qızdır, deyək ki, 30 yaşı var ya yoxdur.
ya məsələn nümayəndə məclisdir, vəzirdir, nə bilim bir idarənin rəisidir, bankın rəisidir, nə bilim bir mübarizə fəsadla mübarizə eləyən mərkəzin rəisidir və. Bunlarda doludur. Bunlar nə deməkdir? Bunlar o sistemi təxrib edirlər. Burada qanun lazımdır ki, bunları mücazat eləyə, bunların əlindən sərvətlərin ala, güclərin ala və bunları Türk tarixində çox olubdur. Türk tarixində çox olubdur. Elə vaxt olubdur ki, bir hakim gəlibdir. Onlar ki, keçənki hakim zamanında, ya elə özünün zamanında, zəiflik zamanında güclənmişdilər və milləti yeyirdilər, özləri kökəlirdilər. Bunların hamısını ya öldürüb, ya da küllən özünün yox, hətta yaxınlarının sərvətini əllərindən alıbdır. Çünki bəzən adamlar deyirlər ki, biz bu sərvəti özümüzə götürsək, öz adımıza götürsək, dövlət alar. Gəlirlər bunu arvadlarının, uşaqlarının, xalalarının, dayılarının, əmilərinin, bu cür famililərinin, uşaqlarının, onların adlarına yazırlar ki, şey olsun. Çox rahatca mühasibə eləmək olaraq bu adam nə qədər işləyibdir, neçə il işləyibdir, nə qədər qazanıbdır. Umarım ki, bunlar geçsin hər halda. Bunlar bəhslərdir. Mən bunlar da əlbəttə bizim dərdimizdir. Yəni bunlar da dərdimizdir. Fərq eləməz. İqtisad, siyasətdə də bu işi görərlər. Vətənpərvərlikdə də bu işi görərlər. Ordu salda da bu işi görmək olar. Ordu hərəkatında da görmək olar. Şəhid adına da bu işi görmək olar. Dedim, siyasət adına da görmək olar. Din adına da görmək. Hər ada bu insanlar ki, bu güc və sərvət qazanmaq istəyirlər, onlar eləyə bilirlər ki, milli və bir millətin istəyin, iradəsinin şəxsi mənfəətlərinə çevirərlər. Fərq eləməz, bu mallı olsun, idarə olsun, ordu olsun, siyasətdə olsun, parlamendə olsun, ədliyyə olsun. Fərq eləməz. Bunların hamısı su istifadə eləyib və eləyə bilər. Bunun qabağını almaq bir ciddi qanun qoyub orada bir mübarizə eləməkdir. Bu Amerikada da olur, görürsünüz ki, Amerika ilə İranın savaşında prezident bir təsmin tutacaqdır, həmlə eləsin. Ondan 10 dəqiqə qabaq o yaxındakı adamlara deyir ki, mən belə bir təsmin tutacağam. Fərən onlar gedirlər online bir iş görürlər. 10 dəqiqənin içində bir də məsələn 5 milyard adama qazanırlar. 5 milyard dolardan danışıram. Ya 3 milyard dolar, ya 10 milyard dolar adamlar pul qazanırlar. Bunlar gərək mühar olsun, fərq eləməz. Hanki demokrasi də bunun qabağını ala bilməz. Ciddi qanun və ciddi insanlarda bunlar qabağa alınmalıdır. Zəif adamlar məmulən bura getməzlər. Zəif adamlar heç vaxt bunlardan su istifadə eləmək imkanları yoxdur. Bunlar gücdə olan, azdan çoxdan əllərində güc olan adamlar istifadə eləyə bilərlər. Tamam. Bunlardan gedək görək ki, bu günlər kitabımız bizə hangi kitab gəlir şansımıza ki, onunla tanış olaq və onun gözəlliklərindən faydalanaq. Mən dünənləri bir kitab oxurduq Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin əksin orada gördük miniatürdə, çox cəlib idi. Mən hala onu düşünürəm. Bəlkə eləyə biləm ki, onu tapa bilmədim dünənləri. İlləti budur ki, kompüterdən uzaqlaşmışdım. Amma inşallah bu günləri onu taparam. Dünənləri Heyrətül Əbrar adında kitab oxuduq. Bu çox önəmli bir kitab idi. Bu günləri Baburnamə yazıblar Uyğur əlifbası ilə. Baxaq görək ki, əgər o cür bir şeydir, yox. Zahirən bu yenə çap görünür və əl şeyi deyil. Millətlər nəşriyyatı. Bunu oxumaq biraz çətin olacaqdır. Çünki ayrı-ayrıdır. Bunu xətti sadəcə fəqət bu Uyğur əlifbası dedikləri biz bunu oxurduq, amma bundan bir neçəsini oxuyaq. Mənim bir dostum vardı, Allah səlamət eləsin, Əzizə Ərəb adlı. Bunları dənə-dənə hərflər ayrı yazılır, onu rahat oxuya bilir. Amma mən ingiliscəni ona görə zorla oxuyuram. Çünki mənim beynim adət eləyibdir ki, hər şey bir-birinə yapışanda məna versin. Ayrı-ayrı olanda bunları ayrı-ayrı oxumaq həm o beynimə, həm də düşüncəmə biraz zor gəlir. İki dənə fərhəngdir, iki dənə təməddündür. Bir hərfləri ayrı yazasan,
İngilisdir, latin türkçədir. Bunlar bir çox dillər ki, latin əlifba ilə yazılır. Ayrı-ayrı bir onlar var. Bir də İslam dünyasında, deməyək, müsəlmanlar dünyasında yayğın olan əlifbadır ki, bir-birinə yapışırlar, bir məna verirlər. Mən bu yapışıqla ki, bu gedir ailəyə hətta. Yəni ailədə insanlar bir-birinə yapışır. Avropada, Amerikada görürük insanlar bir-birindən qopurlar. Bu çox mühümdür. Məsələn, biz ədədləri oxuruq. Məsələn, burada ədəd görürəm, istəyirəm bunu oxuyum. 1483 və 1530. Bunu biz beləsi oxuruq. Çünki biz tərkib, bunları birlikdə görürük. Amma indi Kanadada, Amerikada bunları daha beləsi oxumurlar. Deyir ki, bunları 2-2 oxuyacaqsan. 1483, 1530. Və 1-2 ildən sonra bunlar birləşəcəkdir. Bu iki dana kültürdür, iki dana təməddündür, iki dana yaşam tərzidir, iki dana düşüncə formuludur. Bizdə kəlmələr bir-birinə yapışır, adamlar bir-birinə yapışır, amma Avropada, Amerikada adamlar bir-birindən qopmalıdırlar. Bizdə yapışmalıdır, yəni o dil, o düşüncə kitaba baxanda istəyəsiz kəlməni bir görürsünüz. Yapışmaq görürsünüz. Amma Avropaya baxanda hərflər bir-birindən ayrıdır. Hər kəsin özünün istiqlalı var. Və o individualite, güc alınır insanlardan. Verilir bir mərkəzə. O halda ki, İslam sistemində, ya Türk sistemində, ya Ərəb sistemində insanlar ailədə birləşirlər, toplumda birləşirlər. Hər kəlmə bir ailədir. Hər kəlmə bir ailədir. Ailə bölünəndə bu vəzifə İran olur ki, heç kəsin görürsünüz ki, minlər nəfər ölür, toplumda heç hərəkət olmur. Niyə? Çünki toplum indi o birliğə gedibdir. Individuality, bireysel yaşam, bireysel. Mən özümü qoruyacağam, mənə nə ki konuşum nə olur? Hətta Azərbaycan hərəkatında da budur. Yəni, bunu fikir eləməyək ki, Azərbaycan hərəkatı ondan müstəqildir. Yox, Azərbaycan hərəkatında təəssüflə bireysəllik, bütünsel, toplumsal ruh aradan gedib üst-üstə. Tamam. Tərcüme-i Quluqçidin. Ehtimal bu kitab çapdır, bunu heç oxumayaq. Biraz da əlbəttə elə əvvəldə baxdım, gördüm ki, çətin olacaqdı. Gedim, burada bir şey yazdım, nə mənədir? Abdülcəlil Turan adında bir adam, yeni doğan, məhəllə, 41 sokak, nömrə filan. Belə bir adam burada İstanbul, belə bir adam Zeytunburnu məhəlləsində İstanbulun belə bir kitabı ya çeviribdir, ya da alıbdır. Ehtimalən alıbdır, çünki möhürdür vurubdur üstünə. Onu gördük. İstəyirəm görüm kitabın o tərcümə qismətindən geçsin. Bəli, kitabın indi yetişdik özünə. Səhifələrini görürük. Burada əpərqanə ya da pərqanə. Birinci, bir pərqanə, ikinci mündərəc. Mündərəc deyə yazıbdır. Oxuyanda belə olur. Pərqanə. Cəlibdir ki, biz bunları oxumalıyıq. Çox bizim dərdimizdir. Pərqanə, Kabul, Hindistan. Bunların haqqında kitab yazacaqdır. Adı da kitabın ehtimalən bilmirəm nədir, baxmadım da. Pərqanə deyə başlayır yazmağa. Kitabın adını bəlkə bir yerdə görsək, əcəba çox da gözəl olar. Əvvəlindən biraz oxuyaq, kitabın adını görək. Gulgezdirgi bu kitab Zəhiriddin Mühəmməd Barbud. Zəhiriddin Mühəmməd olacaqdır. Zəhiriddin Mühəmməd Babur 1483 ili arası ilə 1530 ili arası Cağatay dili bilən yazıb qaldırğan və özünün zor ilmi qimməti bilən dünyanı məşhur əsərlər qatardın ürən elib
oxumaq olar. Yəni bunu məsələn bir 20 dəqiqə oxusam, bu kitabı mən rahatca oxuyaram. Bu əlifbaya, yəni bu əlifba ki belə yazılıbdır, buna gözüm adət elər və oxuyaram. Əlifbanı bir zərrə o ərəbcə əlifba ilə də, ərəb-türkcə əlifba ilə də onu bir zərrəcan fərqli yazıblar. Məsələn, ilib bu əvvəldə bir həmzə ilə, sonra y ilə, lam və bir dəndanə var, boş dəndanə. İndi bu nə adı nəyədir? Ilıb, ondan sonra p-dır. Məsələn, bu cürsə Baburnamə. Kitabın adı ehtimalən Kilvatqan Baburnamə əsərinin hazırki zaman Uyğur telidəki tərcüməsi. Pəs bu Babırnamədir əslində ki, burada da üstdə yazıblar Babırnamə, onun tərcüməsidir. Çap olduğu üçün bundan keçirəm, amma məncə önəmli kitabdır, çünki bu Türklərnamə, tarix, bunu da açaq, bu iki kitabı baxaq. Divan-ı Ruhi Bəğdadi Köngürə əlyazması. İndi hara Amerika konqrəsidir, hara konqrəsidir. Konqrə olduğu üçün Amerika olacaqdır. Belə bir kitab görürük. Əvvəldə bir qırmızı şəbəkələr vardı. Bilmirəm nə üçündür bu qoyublar. Ehtimalən bir mənası yoxdur. Bu kitaba ilgi yoxdur. Kitabın özü göndür. Qırmızı, tox qırmızı gönümmüş, amma işlənibdir. Təqribən demək olar ki, hər tərəfi çürümə halındadır. Bunu görürük. İkinci səfədə baxırıq. Kitabın cildinə yapışan səfə ehtimalən bu o kitablardandır ki, yenə qızılla bunu aharlayıblar. Üçüncü səfədə aynıdır. Dördüncü səfədə ağ səfədir. Bunlar fəqət ahardır. Burada bir yazı görürük. Əcəba bunlar Külliyat-ı Ruhi 4180. Külliyat-ı Ruhi 7000. Aha, burada 2-3 dənə ehtimalən Külliyat-ı Ruhi əvvələn 198 səhifə yazıbdır. Bu əvvəldə bir-iki səhifəni gördük. Bir səhifəni gördük, kitabla ilgili deyil. O birisilər kitabla ilgilidir. Burada 3332 ehtimalən beyt 1 olacaqdır. Sonra da 4180 cəmi olacaqdır. 7712 ehtimalən beytlə bir kitabla qarşı olacaq. Kitabın gördüyüm kimi səfəsi ehtimalən cırılıb, kitab ortadan biraz cırılıbdır. Çünki bu səfə ki, indi görürük, bunu oxuruq. O birisi səfələrdən çox dalda durubdur. Bunu deməkdir, kitab ortadan cırılıbdır ya da əvvəldə bir-iki səfə qalıb, qalanı cırılıb, o Şirazədən ayrılıbdır. Ona görə açılanda düşür yerə və biraz qeydir dalıya. İkinci səfə yenə də bir kitabı alanlar bunun içində bir şeirlər, bir şeylər yazıblar. Üçüncü səfədə bir möhür görürük, bir dana imza varmış, silinib, bir imza Osmanlı dövlətində qalan imzalardan vardı, bir də yazılar varmış, onların da yarımçılıq qalıb, ehtimalən siliblər əlbəttə, ehtimalən burada şey yazılmışmış, vəqfinamə yazılmışmış, siliblər. Bu o görsənir, yəni burada o cür bir şey. Sonra kitabın özünə yetişirik, kitabın dövrəsində bir çarçıvə vardı. 2-3 xəttindən, 4 xəttindən nəzərə gələn, bəlkə də çox yazının. Üstdə bir baləcə, çox kiçik bir təzhib vardı və sütunun başı açıqdır, gedir göyə. Aşağıdan əlbəttə 3 tərəfdən bağlıdır. Şeirlər yazılıbdır. Hər şeiri indi 1-2 beyt olsun, ya çox olsun, az olsun, onları həm beytlərin ortasında misrələri bir-birindən cədvəl çarçıvə ciziblər, ayırıblar, həm də şeirləri bir-birindən ayırıblar, həm də axir beyti, şeirin axir beytin ayırıblar. Yəni iki misrəyi ayırıblar, yenə ona özəl bir elə bu vəziyyətdə davam edir. Xətt əlyazmadır və çox özəl bir əlyazmadır, amma oxumaq olar. Davam edirik bunu. Kitabın bəzi səhifələri ağdır, bəzi səhifələri sarıdır ya da işlənməkdən dolayı saralıbdır. Kitabı biraz sürətlə, çünki heç bir fərq eləmir. Şeirlər değişir. Bəzi yerdə qələm biraz nə cür olubdur, nəzərə gələn biraz rəngi solubdur. Bəzi yerdə rəngi yaxçıdır.
Dediyim kimi bəzi səfərlər mənə gəlir ki, çox sarıdır biraz, bəzi səfərlər əlan burada abı oldu, mavi oldu. Bəzi səfərlər ağ, bəzi yerdə kitabın üstünə bir su kimi bir şey düşübdür. Zahirən indi sudur ya meyvə imiş. Məsələn, burada aşağıda su gəlib kitaba gördük. Burada bir səhifəsində əlbəttə su gəlibdi, onu da gördük. Elə bir ki, burada məsələn bir dənə yox, silinməyibdi. Dedim bəlkə silinib, təzəşin yazılıbdı. Biraz rəngi şey gəldi. Yenə burada bir su tökülüb kitabın qırağına və islanıbdı. Kitab burada 2-3 səhifə kamilən bir ləkə düşübdür. Su ləkəsidir ya çay ləkəsi düşübdür. Burada bir dənə şey görürük. Bir miniatür görürük. Kiçik bir xanımdır, bir kişidir və bir uşaqdır. Ehtimalən ya xidmətkardır. Meyvəzat gətirib çöldə, dağda görürük. Bunu çox gözəl bir miniatür və burada bir ayrı miniatür görürük. Əlbəttə önəmlidir bizim üçün. Çünki bu təqribən birinci dəfədir ki, ər-arvad görürük ya o sevgililər oturublar və bu cəlibdir mənim üçün. Burada bir ayrı cəlibdir bu miniatür. Burada bir neçə miniatürdə neçə adam görürük. Bir nəfərin əlində bir kitab kimi bir şey var ya ehtimalən şairdir, şeir oxur və insanlar baxırlar ona tərəf. Amma nəqqaş bunların başını çevirib arxaya tərəf, yəni biz baxanda görək bunların üzləri. Bəllidir ki, nəqqaş bu adamları tanıyır və bu adamları şey eləməyə çalışır. Burada da ehtimalən adamlar yenə çöldədirlər, musiqi ehtimalən çalınır, oxunur orada. Burada bir ayrı, bura Osmanlı dərbarıdır. Ehtimalən sultan, yəni filmlərdən zehnimizə gələn bu Osmanlı dərbarında ehtimalən Sultan Süleyman Həzrətlərinin dərbarı olacaqdır, belə görsənir. Mənə o cür gəldi zehnimə, seriallardan o cür bir təsvir aldım zehnimdə. Bu çox mühümdür, biz bu kaşiləri deyirik, bəlkə indi düzəldirlər bu kaşilər, çinilər filanlar. Amma burada şeylərə baxanda görürük ki, arxada evlərin arxasında ya bəzən yerdə Çini kaşilər görürük. Bu da o deməkdir ki, bir zamanlar Çini kaşilər özləri bir sənət imiş və çox ciddi bir sənət imiş. Kitabın 188-ci səhifəsində kitab qurtarır. Bunu oxuyarıq görürük. Burada çox yazı yazılmışmış, siliblər. Əmdən siliblər. Təəssüflə belə bir mühasibə də var imiş, amma siliblər. Sonra bu səhifədə Latincə və ərəb əlifba ilə yazılar görürük. Ehtimalən şeirdir. Müti haqqu küllə mənə belə xalqan həft iqlim vəzir əzəm damad Sultan Əhməd İbrahim. Belə bir şey ehtimalən bunlar yazılır. Müti haqq və kəlili mütləq, vəkili mütləq. Müti haqq vəkili mütləq və xaqan həft iqlim vəzir əzəm damad Sultan Əhməd İbrahim. Belə bir adam ehtimalən kitab bulunmuş və kitabın sonuna gəldik ki, yenə də axırda bir 2 səhifə. Burada Divani Ruhi M202 beləsi bir şumarə burada qoyulubdur. 2 səhifə, yəni bu bir səhifədir, son səhifə, bu da ikinci səhifədir. Bunlar dərdi dəyməz. Bu da kitabın şirazəsindən əks salıb ki, biraz salimdir. Bu da cildin eşiyidir və bunlar. Qeydaq kitabın ən başından bu Ruhi Bəğdadi Həzrətlərinin kitabı ilə bir tanış olaq. Əvvəldə bu yazıları Həzrəti Ruhiyə şey olmadığı üçün əlbəttə önəmlidir. Bu göstərir ki, bu kitab sahibləri nə qədər savadları var, nə cür düşünürlər, nə cür şeylərə əlaqələri vardır. Çünki hər şeydə hər adam oxumaz və oxuduğu hər şeyi də yazmaz, bir yerdə saxlasın. O şey ki, daha bunun çox özünə cəlb, özünə çəkir, deyir ki, bu mənə önəmlidir, onu yaşır. Və bu, o dövrün kitab sahibinin düşüncəsini göstərir.
Biz bunları eləyə bilirik, burada görək, amma gedək şeirin özünə. Yıllarla ki ben vasf cevan ettim. Yıllarla ki ben vasf cevanan ettim. Erbab kemale arz irfan ettim. Verildi banga sersera kalem sukan. Verildi banga sersera kalem sukan. Şahane geçip serseri divan ettim. Dayvan yazıbdı əlbəttə. Səriri divan ettim. Ehtimalən belə bir şey. Burada bu bir iki beytidir, qutardı. O birisi şeirə getiririk. Burası əvvəldə ehtimalən قد يدا من عکس کاس العشق انوار الهدى قد يدا من عکس کاس العشق انوار الهدى düştü ol envara mezher arifi sirri huda vadi vahdette rehber siz bu xət biraz cəlibdir. Bununla tanışmağımız zor çəkəcəkdir. Vadi vahdette rehbersiz tilimiz mənzilə ehtimalən yetilməz mənzilə olacaqdır. Vadi vahdette rehbersiz yetilməz mənzilə ey xoş ol salik ki sər eşqə eylər iqtida ehtimalən. Eyləmər iqtida belə bir şeydir. Saz eşqün kimsə cuş etmiş dəcül nəğmə. Saz eşqün kimsə cuş etmiş dəcüldür nəğməsin. Ol qədər vardır ki tutmuş kainatı bir səda. Ehtimalən üstə bir dana bir yerdə mən bunu düz oxumamışam, bir oxunacaqdır. Hər halda görək nədir. Aləmi vəhdətdə bir yerdir, aləmi vəhdətdə bir yerdir məqam eşq kim. Anda olmaz şahidi məqsud aşiqdən cüda. Afərin ey dil ki çəkdün bəzmi dünyadan əlün ehtimalən. Ya ələq belə bir şey oxunur, əlin oxudum mən. Afərin ey dil ki çəkdün bəzmi dünyadan mən əlini oxuram, amma ola bilər ki ayrı bir şey oxunsun. Ətq, əq əlin olacaqdır məncə, əlin. Əlifi axirində də bir əlif yox, o üstəkinindir, tamam. Yəni beləsi bir müşkülə düşmüşəm. Məsələn, ibqa kimi istədim oxuyayım, gördüm ki yox, o üstdəki əlifin şeyidir. Afərin ey dil ki çəkdün bəzmi dünyadan əlin. Olma müstəğni, gərəkməzdi ələst olan gəda. Cuşeyi çəşm ol zahiri cab məşuqdən. Cuşeyi çəşm olsa zahir canib məşuqdən canib olacaqdır. Cuşeyi çəşm olsa zahir canib məşuqdən aşık oldur kim edə bin cani varsa fəda. Bağladimsə yel nolə zunnar eşqə ruhiya. Bağladimsə yel nolə zunnar eşqi ruhiya. Bu ehtimalən bu yel olmayacaqdır. Nil oxuna bilər, amma bağladimsə bel oxunsaq daxı yaxşıdır. Bağladimsə bel nol az zünnar eşqi ruhya. Şükür kim getməz dilimdən
هر نفس ذکر خدا. روح یا دائم عظیمی اولسه عشق اهلی غنی. روح یا دائم عجیب می، روح یا دائم عجیب می olsa eşk ehli gani. Eşk her midir kim elçəsə padişah olur ceda. Eşk bir meydir ki, eşk bir meydir kim içsə. Doğru, indi oldu. Eşk bir meydir kim içsə padişah olur ceda. Ceda padişah olur, beləsi demək istir. Xəttinlə hələ tanışmaq istir. Yəni əl bu əl yazma biraz fərqlidir. Qələmin hərəkəti fərqlidir, nöqtələr fərqlidir, dəndanəsi bəzən uyar, bəzən yoxdur. Ona görə göz gərək buna adət eləsin, amma çox gözəl bir mənalı bir şeir oxuduq. Burada Ruhi Bəğdadinin 2 dəfə bir qəzəldə öz ismi şərifin gətirdi. Allah Taala rəhmət eləsin, ruhunu şad eləsin inşallah. İbrət gözü ilə aləmə şur kimsə kim bəqa, bəqa baxsa, baxmaq anlamındadır. İbrət gözü ilə aləmə şur kimsə kim bəqa, baxdıqca gözünə görünə aləmi bəqa. Sərmənzili bəqaya irişməz şu kimsə kim, sərmənzili bəqaya irişməz şu kimsə kim, rahi tələbdə eyləməyə cismini fəna. Bəzm-i səfa quruldu, səla oldu işrətə, ey taliban cam-ı mey, eşq əs-səla. İrməz dəgül cənab-ı haqqə Adəm irişir, İrməz dəgül cənab-ı haqqə Adəm irişir, amma be şərt anki edə tərk masəva, dərgah haqqda ola dillərsən təqərrübün. Mən beləsi oxudum, ola bilər ki fərqli oxunsun. Dərgah haqqda ola dilərsən təqərrübün, xalq cahandan ülfəti, yo ülfəti qət eyliyə ruhiya. Xalq cahandan ülfəti qət eyliyə ruhiya. Burada bu kiçik qəzəl 5 beytidən ibarət olan, 10 misrədən ibarət olan qutardı. Bir şey ki indi gördüm, diqqət eləməmişdim. Səfhələrə nömrə qoymadığı üçün səfənin, vərəqin ikinci tərəfində aşağıda o birisi səfhə ki bundan ayrıdır, onda nə yazılacaqdır, hangi kəlmə ilə başladı onu yazıbdır. Üçüncü qəzələ baxaq. Çıqar uqbayı dilidən, çünki əlverdi sanqa dünya. Ehtimalən beləsi oxunacaq. Çıqar uqbayı dildən, çünki əlverdi sanqa dünya. Təməkkar olma ya uqba, gərək ey xacı ya dünya. Təməkkar olma ya uqba, gərək ey xacə ya dünya. İkisindən biri. Anladım. Çıqar uqbayı dildən, çünki əlverdi sanqa dünya. Təməkkar olma ya uqba, gərək ey xacə ya dünya. Səadətlə sərəfraz olduğundan şadman olma. Gəl insaf et, getməklə başa çıxmışdır fəna dünya. Ehtimalən fəna oxunacaqdır. Gəl insaf et, kimgilə gəlmək kimgilə. Gəl insaf et, kim gələ başa çıxmışdır fəna dünya. Qəti asan idi olmaq səadət mülkünə malik. Qəti asan idi olmaq səadət mülkünə malik. 2 gün bərqərar üzrə qalıydı sufad. Bu qalıydı bivəfa dünya. 2 gün
Bərqərar üzrə qalıydı bivəfa dünya. Nə dünyasız olur dövlət, nə dünya nəkbəti talihsiz. Nə dünyasız olur dövlət, nə dünya bəxt-ü talihsiz. Bana bir bilqa bəxt eylər cəfayı bir yana dünya. Bana bir yana bəxt eylər cəfani bir yana dünya. Dilərsən yar baqi feyz fəzli haqqə məzhər düş. Dilərsən yar baqi feyz fəzli haqqə məzhər düş. Çıqar dünyayı dildən kim fənadur ruhiya dünya. Bu da beləsi bir qəzəl idi. Çox dərin mənalı bir şeylər oxuruq. İnşallah ki anlaya bilək. Oldu həvalar mü'tədil irdi Bənqadül quşa. İhtimalən bu bənqa olmayadır. Ayrı bir şey oxuna bilər, amma oldu həvalar mü'tədil irdi Bənqadül quşa. Sorsun sefasın, sürsün sefasın alemin zevq etsin erbab sefa. Dəmsaz olub qəmər yekrə uşşağa sütən degüldür. Nə deməkdir bu sütən bilmədim. Satla yazılır. Dəmsaz olub qəmər Dəmsaz olub qəməl yelrə oxunur. Dəmsaz olub qəməl yelrə uşşağa sütən degüldür. Hər cuybar olmuş bugün bir əndəlib xuşnəva. Kəsb həva eylər səmən açıb səhərdən sinəsin. Kəsb həva eylər səmən açıb səhərdən sinəsin. Həqqa bu fəsli xubidə canbəxş olur badi səba. Alıb əlinə cam-ı zəri nərgiz çəməndə eyş edər. Alıb əlinə cam-ı zər nərgiz çəməndə eyş edər. Yəni şəhi güldür yedər oldu meyi nabə səla. Yəni şəhi, yəni şəh güldür. Yəni şəh gül dövrüdür. Yəni şəh gül dövrüdür. Oldu meyi nabə səla. Eyş elə ey dil ruzigar əl verdi çünkim işrətə. Eyş elə ey dil ruzigar əl verdi çünkim işrətə. Dildənğubari qussə silsün şərabi ғəm zuda. Xali degüldür bülbülün gülşəndə hər şəb nəğməsi. Xali degüldür bülbülün gülşəndə hər şəb nəğməsi. Əlbəttə ol şuridənin başında vardır bir həva. Bülbüli səfasən eyləsin. Bülbül səfasın eyləsin səhni çəməndə güllərin. Cam-ı şərabın gül gibi sürsündə zoğun ruhiya. Yenə görürük ki, burada özünün getirdi. Mən hər 10 səhifədən bir qəzəl oxusam, mənə fikirlərim ki, beləsi yaxşı olacaqdır. İndi burada nədən isə tamam, kiçik elçin görək. Tamam. Gedirəm 20-ci səhifədən oxuyayım. Birincisini beləsi eləyək, ondan sonra 10-10 gedək qabağa. Hərəsindən bir kiçik qəzəl. Yəni bunun da qəzəlləri kiçikdir. Əlbəttə burada bu səhifədə kitabda əsli bir ayrı əl yazmada şeir yazılıb, bir-birinin dalısıcan qəzəllər yazılıblar. Burada bu kitabı yazan xəttat kitabı yazandan sonra görüb dad vəsətdə bir qəzəli hoppulubdur. Yəni yazmayıbdır. Kitabın qəzəlləri arasında tərtib ilə bir qəzəl, iki qəzəl, 3, 10. Məsələn 9 ilə
onu o yazacaqdı, 9-dan sonra onu yazacaqdı, getib 11-i yazıb 10 yazmayıbdı. Kitabın qırağında bir ayrı sütun açıbdı. Onu burada yazıbdı ki, yəni bu iki dananın arasında bu da burada olacaqmış. Çox gözəl bir iş görübdü əslində. Burada bir qəzəl kamil görünür. Onu görək oxuya bilirik ya yox. لعل لبن لعتسه لطافت جام بحث لعب لبن لعتسه لطافت جام بحث ارباب بزم eyler anle tamam بحث لعل لبن لعتسه لطافت جام بحث ارباب بزم eyler anınla tamam بحث aşıkların lebden olur güftücüleri aşıkların lebden olur cüftücüləri ərbab bəzm badədən eylər mudam bəhs. O zülfü tabnaç vur o zülfü tabnaçu o ruxsar pakiden o zülfü tabnaçu o ruxsar pakiden ərbab eşq içində olur sübh şam bəhs. Aşıqlarınla yaxşı rəqib siyah dilün aşıqlarınla yaxşı rəqib siyah dilün bənzər ana ki eyliyə xasilə am bəhs. Ruhi hədisi ləlin eşitdikdə lal olur. Ruhi hadisi ləlin eşitdikdə lal olur. Təbinlə etsə tuti şirin kəlam bəhs. Gedək 30-cu səhifədən bir qəzəl oxuyaq. Biraz da uzundur bu qəzəl, o birisilərə görə, oxuduqlarımıza görə. Görək ki, burada nədir? Əlbəttə, təəssüflə bunun bəlkə də istədim deyəm ki, yəni bunun əvvəlinə cədvəl düşüb, bunun əvvəlinə o çarçivə. Amma bəlkə də çarçivə düşməyib. Elə beləsi yazıblar. Baxaq görək. Məsti sən, üzrsən, sinəsin ərz edər ki, qudrəti gör. Sinəsin ərz edər ki, qudrəti gör. Bizi öldürmək istər afəti gör. Məst olub aşiqə çəkər xəncər, kafirin etdici zərafəti gör. Bizə etdikləri cəfa yetməz. Bizə etdikləri cəfa yetməz. Qeyrə etdikləri məhəbbəti gör. Zövq əsrar ilə gəlib şövqə zövq əsrar ilə gəlib şövqə vaizün etdici şətarəti gör. Şətarət nə deməkdir? Bunu burada bu gün yazaq ki bugün Ruhiye Bəğdadi Ruhiye Bəğdadi Həzrətlərinin Türkcə əl yazması ilə tanışmağa çalışıram. Bəllidir ki, bu əlyazma başqa bir əlyazmanın üzərindən köçürülübdür. Burada şair hardaydı? Nə işlətmişdi? Şətarəti. Şair
şətarəti sözcüyün işlətmişdir. Bunun anlamı nədir? Bu kitabın çək biraz da yazıydıq, səhifələrin sayını yazıydıq, amma qalsın sonra yazarıq bunu. Ruhi Bəğdaninin divanında və ya ona aid olan əlyazmalarda şətari sözcüyü təsəvvüf və irfan ədəbiyyatında çox dərin və özəl bir məna daşıyır. Bu sözcük kök etibarı ilə şətəh dəstəli teynən və həsən heynən kəlməsindən gəlir. Amma əslində yazanda dəstəli te var, amma he yoxdur. Bunun anlamı aşağıdakı kimi açıqlaya bilərik. Şətəh və şətarətinin anlamı. Təsəvvüf ədəbiyyatında şətəh bir arifin ya da şairin haqqın təclisinə, zuhuruna. Təclis cism olmaz. Cism olmaq. Təclis mücəssəmə olmaq. Mücəssəmə də yəni adamın özü deyil, ona bənzədən bir şeydir. Təcəssüm, yəni biz bir şeyi, məsələn xiyalımızda var, onu əksini təşriq ya mücəssəməsini düzəldirik. Bu təcəssüm edirik. Ya da beynimizdə təcəssüm edirik. Yəni onu beynimizdə yaradırıq. Bunu deməkdir. Təclisinə və cəmalına daldığı zaman başa düşməsi çətin olan və zahiri şəriət baxımındanğuluv kimi görünə bilən sözlər deməsidir. Pəs şətəh bu ibarətdir ki, dinin zahiri ilə müşkülü var, mollalarına müşkülü olan bir düşüncə. Beləsi desək yaxşıdır. Şətarəti də bu şəth halına aid olan halı izah edən və o halda qaynaqlanan deməkdir. Deyək ki, bir fikrə cümubdur, orada bir şeyə yetişibdir ki, dinin zahiri ilə müxalifəti var. Ona deyir ki, bu hala şətarət deyirlər. Orada bir şey kəşf edir. Şairin baxışı. Ruhi Bəğdadi kimi təsəvvüfi dərinliyi olan bir şair bu sözcüyü işlədibsə, böyük ehtimalla sırrın ifşası ilahi eşqin gücündən əqlin sərhədlərini aşan və zahir əhlinin başa düşməyəcəyi bir həqiqəti dilə gətirmək deməkdir. Eşqin qaynağı. Şair bu sözlə yazdığı şeirin və ifadə etdiyi fikrin adi bir söz deyil, bəlkə vicdan və həqiqət aləmindən gələn bir coşqunluq olduğunu vurğulayır. Əlyazma baxımından qeyd etdiyin kimi əlyazma başqa bir nüsxədən köçürülübsə, burada şətarəti kəlməsi şətri bir hissə və ya şəth kəlməsinin izahı kimi yazılmış ola bilər. Ancaq sayaqda kontekst şairin öz halini ifadə etmək istədiyi aydındır. Xülasə. Tamam. Buradan yetər. Nə dedi? Zövq-ü əsrar gəlib şövqə vaizün etdüci şətarəti gör. Vaiz çıxıb danışır. Orada bir fikir deyir ki, bu fikir dinin zahiri ilə müxalifdir. O halı görsədir. Qərə ərzün halətsə ey sufi. Əcəba bu qərz oxunar, ərzün oxuyaq yoxsa? Mən ərzün oxuram, amma qərəs kimi yazıb. Qərəsün halət eysə ey sufi. Amma məncə qərəz daha gözəl gələr, amma bir nöqtə olduğu üçün feylən qalmışam ki, hangisini oxuyayım. Ərzün halət eysə ey sufi, bir qədəh badə içdə haləti gör. Ərzün halət isə ey sufi, bir qədəh badə içdə haləti gör. Neçə meyli etməyən ruh yara,
necə meyl etməyən rüxiyara məhi insafsız, məhey insafsız məlahəti gör. Məhi kimi yazıb, amma bu məhey olacaqdır. Bu türkçədə işlənir. Elə bir şeyi çağıranda biraz da itabla, yəni danlamaq kimi. Məsələn, indi haşa huzurunuzdan birinə deyir ki, filan olmuş. Gör, onun yerinə məhey işlədir. Necə meyl etməyən rüxiyara məhey insafsız məlahəti gör. Demə içdikdə eyləməz hiddət. Demə içdikdə eyləməz hiddət. Hələ gəlsin gözünə hiddəti gör. Ey qılən ruhi ilə bəhsi suxən. Ey qılən ruhi ilə bəhsi suxən. Cəhli qutub qoqut. Cəhli qoqut. Təbiəti gör. Qoqut nə deməkdir? Bu da cəlib bir kəlmədir, yazaq. Qoqut nə deməkdir? Qoqut nə deməkdir? İstəyirəm burada bir iş də görəm. Dostlar, məni bağışlarsınız. Burada biz dünənləri bir iş gördük. Hangisi oldu bunların incine? Tamam, elə bu deyil. Bunu məncə. Okay. Burada bir iş istirdim görəm, biraz uzattı işi, uzattım. Ayda. Ha, burada olacaq, tamam.
Tamam. Bağışlarsınız, mən bir ləhzə bir iş görməyi da nəzərdə tutdum. Ona görə getdik beləsi oldu. Qeydək kitabımıza. Bu şeirimizi oxuduq, amma burada bir kəlmə soruşmuşduq. Nə idi? Qut-qut. Ey qılan ruhi ilə bəhsi suxən, cəhli qut-qut təbiəti gör. Lafz pakidəki ibarətə bəq, qurlində olan səlasəti gör. Qarləndə olan nə demək olar? Qurlində olan 3 dənə nöqtə burada şey var. Bir qurt oldu. Görək ki ay bu nə oldu? Ben burada bir şey de koymuştum ama o üçlü getdi. Zahiren üçlü getdi. Başka bir konuya geçtik. Görüm tapabilirim mi? Okey, onu itirdik. Ne cürse oldu bu şey itti. Tamam. Gugut sözü Ruhiye Bağdadi'nin divanında gelip bunun anlamı nedir? Bir de bir ayrısı gelmişti. O neydi? Ona da baksaq. Hurləndə. Bir də hurləndə kimi bir sözcük var. Məşğul olduğuna bir ağır iş verdik. İndi ona görə hələ feylən getdi. Tamam. Ləfzindəki ibarətə bəq, qırləndə olan səlasəti gör. Gedək 40-cı səhifədən bir qəzəli oxuyaq. Əhl-i dillər nalı-i cansuz meycuş etdilər. Əhl-i dillər nalı-i cansuzimi cuş etdilər, söndülər bir cam, sundular, sunmaq, sundular bir cam, bəni miskini xamuş etdilər. Sənməz ancaq bəni bihuş kim mərdan haq. Sənməz ancaq bəni bihuş kim mərdan haq. Eşq camın kimə sündülərsə bihuş etdilər. Necə İbrahim Ədhəm gibi kamil sərvəri indirib təxti səadətdən əba puş etdilər.
Sen bizi sufi o qum paçiden, o qavmi paçiden fəhmeyle çim. Sen bizi sufi o qavmi paçiden fəhmeyle çim. Hakka vasıl oldular, gayri faramuş ettiler. Cevher-i məqsudi anlar kim götürdülər ələ. Cevher-i məqsudi anlar kim gətirdilər ələ. Qətri-i naçiz ikən dərya ilən cuş etdilər. Qətri-i naçiz ikən dərya lilən. Dərya yiyən, ehtimalən liyən. Dərya nöqtəsi var, onu cür qalıb. Dərya lilən cuş etdilər. Eşq cami rah vəhdətlə ləbaləbdür hənüz. Eşq cami rah vəhdətlə, bu da rah ruh anlamındadır. Çünki Həsən heynəndir. Eşq cami rah vəhdətlə ləbaləbdür hənüz. Gərçi kürrat ilə ariflər ani nuş etdilər. Gərçi kərrat ilə ariflər ani nuş etdilər. Oldur yektay biçim, oldur yektay kim, dərc olmuş ana kainat. Oldur yektay biçim, dərc olmuş ana kainat. Cuş cani ruhi şeydaya mənquş etdilər. Gedək 40-cı səhifədə, 50-ci səhifədən bir qəzəllə tanış olaq. Burada zahirən yazarın ya müsəhhihin nəzərinə gəlib ki, bir şeir yarımçılıq qalıbdır. Gəlib qıraqda ona yer açıbdır, ona çərçivə açıbdır, amma için yazmayıbdır. Niyə belə olubdu? Orada bir sual yeri var. Gedək bir qəzəl 50-ci səhifədən oxuyaq. Ələq çək bəzmi aləmdən ki, aləm mənzili qəmdir. Ələq yazıbdır, amma ehtimalə əlin çək olacaqdır. Əlin çək bəzmi aləmdən ki, aləm mənzili qəmdir. Fərağət aləmindən geçmə kim, aləm o aləmdir. Pur olsun dənbədən peymanəmiz xuni kəbutərdən. Gəl ey gül çehrə, gəl ey gül çehrə bir dəm, edəlüm dünya çü bir dəmdir. Pür olsun dənbədən peymanəmiz xuni kəbutərdən. Gəl ey gül çehrə bir dəm, edəlüm dünya çü bir dəmdir. Əsir cam olan rində hiqarətlə nəzər etmə. Əsir cam olan rində hiqarətlə nəzər etmə ki, hər rindi bəlakeş kəndi. Ki hər rindi bəlakeş kəndi dadisində bir cəmdir. Kəndi vadisində bir cəmdir. Əsir cam olan rində hiqarətlə nəzər etmə ki, hər rindi bəlakeş kəndi vadisində bir cəmdir. Əcəb halət dəcülmi hər kişi mehnətdən ağlarkən. Əcəb halət dəcülmi hər kişi mehnətdən ağlarkən. Bənim avarə göngülüm mehnəti eşq ilə xürrəmdir. Bənim avarə göngülüm mehnəti eşqinlə xürrəmdir. Xiyal-ı arzun fikri ləbünlə əklənir kökülüm. Əklənir əylənmək deməkdir. Bu y ilə oxumalıdır. Mən nun oxudum, ona görə kafı nun oxuram. Xiyal-ı arzun fikri ləbünlə əklənir
Gönlüm əgilənir, əylənmək, əgilənmək. Biz birisi yar canımdır, birisi nuri didemdir. Birisi yar canımdır, birisi nuri didemdir. Müyesser oldu gerçi zevki vesl ama bela bu kim? Müyesser oldu gerçi zevki vesl ama bela bu kim? Yine daim deruni sine yergemde dide pürgemdir. Yine daim deruni sine pürgem dide pürnemdir. Çilki ta'lim alek ey nobusler tab'i ruhiden. Çilki ta'lim alın ey no həvəslər təb'i ruhiden ki ayini suxan olmuşdu pərdaza müsəlləmdir. Gedək 60-cı səhifədən bir qəzəl, kiçik qəzəl. Qətrə qətrə xuni dülüm çeşmi bülbüldən gəlir. Qətrə qətrə xuni dilim çeşmi bülbüldən gəlir. Xaruni səməng ani kim canibi güldən gəlir. Xarun, xarlar ehtimalən. Qətrə qətrə xuni dilim çeşmi bülbüldən gəlir. Xaridən, xarun da deyil. Xaridən sənmək, sanma yəni. Xaridən sənmək, sənmən ani kim canibi güldən gəlir. İstəməzsən kim çıqa birdəm əlindən kaküli. İstəməzsən kim çıqa birdəm əlindən kaküli. Hər nə gəlsə başında başına ey dil o kaküldən gəlir. Necə zülfün sünbülü şəbbuyə təşbih eyləyən. Necə zülfün sünbülü şəbbuyə təşbih eyləyən. Kim anın zövqinə şəbbudən nə sünbüldən gəlir. Kim anın zövqi nə şəbbudən nə sünbüldən gəlir. Bilməz alami fürqətdə n'olur əhvalımız. Bilməz alami fürqətdə n'olur əhvalımız. Misrinə söylərsən, o məhpare təcahüldən gəlir. Hər kəsin dərdinə dərman eylər, amma ruhiya. Biz desək, iğmaz eyn eylər, təğafüldən gəlir. 70-ci səhifədən bir qəzələ baş vuraq. Burada aşağıda biraz uzun qəzəl var, onu oxuyayım. Nədir dilim sənqa, eşq əhli ey ruhi rəvan, dirməz, verməz. Nədir diləkim sana, eşq əhli ey ruhi rəvan verməz. Haram olsun məhəbbət ana kim, yolunda can verməz. Əcəbdir çuhündən dəvi eşq eyləmək zira. Əcəbdir çuhündən dəvi eşq eyləmək zira. Məhəbbət adəmə zəf artırır, tabu tavan verməz. Varanlar nəsnə görməzdir o divardan qeyri. Üzr istəyirəm.
Varanlar nesne görmez deru divarden gayri, deriga Kabe'yi tahkikiden kimse nişan vermez. Acep bir ihtimali vesliden qati ümid etsem, zaman ister visalun ol zamana ömrü eman vermez. Sefai dövleti didarden mahrum olur ol kim, demi ahirde ey meh arzun yad ile can vermez. Gögüller cezbeyi halet gerek anser ne mümkündür. Gönüller cezbeyi halet gerek anser ne mümkündür. Atadır ya başka bu, atadır başka bu izde, bu iz dehr ehli hüsne an vermez. Buranı biraz zor okudum. Gögüller cezbeyi halet gerek anser ne etser ihtimalen ne mümkündür. Atadır başka bu iz dehr ehli hüsne an vermez. Bundan ayrı bir şey okuyabilmedim yani. Koyulsa cami xurşidə içək dəsti əyadən, İsa'dan. Koyulsa cami xurşidə içək dəsti İsa'dan, sefayı la'l dildari şərab ərğaban vermez. Şəhi mülkü suxendir ruhi amma ol qədər var kim. Şəhi mülkü suxendir ruhi amma ol qədər var kim. Ögütmez kendüye davayı irfan ile şan vermez. Ögütmez kendüye davayı irfanla şan vermez. Gedək 80-ci səhifədən bir qəzəllə tanış olaq. Çox gözəl, çox dərin mənalı sözlər. Şərab eşqini bir badə əzəl buluruz. Şərab eşqini biz badə əzəl biliriz. İçən şikəstə dili məst ləm yəzəl biliriz. Əziz aləm olub Misr hüsnə şah oldun. Əziz aləm olub misl hüsnə şah oldun. Zaman içre seni Yusuf'a bedel biliriz. Rəqib eyləməsin cah mədhü cəh zəmmin. Məd adamı tərif eləmək, bir kəsi ya hər nəməni. Zəmm danlamaq. Rəqib eyləməsin cah mədhü cəh zəmmin. Ki biz o şux cəfa pişəyə göz biliriz. Ki biz o şux cəfa pişəyi gözəl biliriz. Həmişə tazə qəzəllər deyəriz. Anın üçün kim bəzl ol qərali dila mayil qəzəl biliriz. Bəzəl ol, nə deməkdir bəzəl? Bəzəl ol qərali dila mayil qəzəl biliriz. Gədای çuyun edin ruhi şikəstə dili. Gədای çuyun edin ruhi şikəstə dili. Bu mənsəbi biz ol uftadəyə məhəl biliriz. Çuy dedik çöy kəndindən gəlir.
Gədayı çuyin edin. Bu edin sözü çox gözəldir. Türkiyədə işlənir, bizdə yox. Yəni qəbul elə və bu işi gör. Edin, yəni məsələn deyirik ki, bu malı kəndin edin. Yəni ya bu malı edin, bu kitabı edin. Yəni bu kitabı özün malik ol buna. Bu kitaba malik, özünü malik elətdir. Bu anlama gəlir. Özü, məsələn, kitabı edindi. Kitabı edindi, yəni kitabı malik olundurdu. Beləsi demək olur. Gedək 90-cı səhifədən görək ki, hangi qəzəli oxuruq. Gəldi nazı ilə xəraman o sərvi səbz puş. Gəldi nazı ilə xəraman o sərvi səbz puş. Çıxdı istiqbalinə əql-ü nəhad-ü səbr-ü huş. Hər qədəh kim toldurub məclisdə alsan dəstinə. Hər qədəh kim toldurub məclisdə alsan dəstinə. Ey gülü lə'na, mələklər göydə dərlər nuş, nuş. پند زاهدdən nə hasil al ələ tənburini. Pənd zahiddən nə hasil al ələ tənburini. Çarə saz ol səndədir. Çarə saz ol səndədir. Ey mütribi xoş nəğmə cuş. Açmasın sirrin demiş əğyara tilməm tilim. Açmasın sirrin demiş əğyara bilməm neyləyim. İndi düzəldi. Açmasın sirrin demiş əğyara bilməm neyləyim. Qalib oldu eşq dəryayı məhəbbət etdi cuş. Fürqət gəldi. Fürqət gəldi. Gözün giryanlığımdan ağlama. Fürqət gəldi, gözün giryanlığından ağlama. Hazır kədər ruhiya, xaki cənabi meyfruş. Hazır kədər ruhiya, xaki cənabi meyfruş. 100-cü səhifədə görək hangisine rast gəlirik. Köhnə dünyada səfasən ol edər Novruzun. Köhnə dünyada səfasın ol edər Novruzun. Kim ola həmdəmi sən mehri cahan əfruzun. Kim ola həmdəmi sən mehri cahan əfruzun. Eləyib eyşə səla getdi həməl burcuna mehr. Günü toğdu yenə rindan səfa amuzun. Necə çak etmayın nəsimi kimi badi bəhar. Necə çak etmayın nəsimi kimi badi bəhar. Turmayıb atəş o üflər bu dil yersüz. Turmayıb atəş üflər bu dil yersüzün ötüləcəkdir. Turmayıb atəş üflər bu dil yersüzün. Gül gibi hər günü Novruz odur ey mehri munir. Hər kimin kim ola mənturi rux firuzun. Badə it görmə rəva kim keçə bu موسیمdə. Badə iç görmə rəva kim keçə bu mövsumdə. Xab-ı qəflətlə keçən zühdü vərə'lə ruzun. Gülü tər şoq ilə zoqini camün sürəkür.
Gülü tər şoqi ilə zoquni camün sürəkür. Almədin zoqunlə nafi, üzr istəyirəm, mani. Olmədin zoqunlə mani ələmi təmmuzun. Ruhiya xələt Novruz ilə zin oldu çəmən. Ruhiya xələt Novruz ilə zəyyin oldu çəmən. Sirə çıx gör əsərin mehri cahan əfruzun. 110-cu səhifəyə gedək, oradan bir qəzəllə. Burada da yenə bu qəzəlin bir misrəyi, bir beyti yox. Cəlib budur ki, hangi misrə olacaq onu bilmirik. Ehtimalən ya qələt yazılıbdır, ya da fərqli yazılması var imiş. Onu burada qıraqda tazaşdan yazıbdır. Onu oxumayacağam, çünki indi onu hangisi düzdür, hangisi qələtdir onu tapa bilmərəm. Oradan keçək o birisi qəzəli oxuyaq. Demə naz kədər miyanın qıçımğa diqqət gərək. Qaçmağa olacaq bu da. Demə nazüşdür miyanın qıçmağa diqqət gərək. Hasil olur hər nə istərsən həman himmət gərək. Çox gözəl. Demə nazüşdür miyanın qıçmağa diqqət gərək. Hasil olur hər nə istərsən həman himmət gərək. Dedim ey məh yolun can verdigüm minnət dəcül. Dedim ey məh yoluna can verdigüm minnət dəcül. Naz ilə gəldi dedi agah də nə minnət gərək. Naz ilə gəldi dedi agah də agahidə nə minnət gərək. Qamətüm qəndən hilalə döndü bilməm neyləyim. Qamətim qəmdən hilalə döndü bilməm neyləyim. Taq əbrusi bəlasın çəkməyə taqət gərək. Qarşı tutmaq sinə səd çaki ömründən yana. Qarşı tutmaq sinəyi səd çaki qəmzəndən yana. Hər kəsin kari dəcüldür anə də cürət gərək. Nolə ruhi vəslünlə irməkdə diqqət eyləsə. Bu məsəl məşhurdur kim xeyr işə diqqət gərək. Bu məsəl məşhurdur kim xeyr işə diqqət gərək. 120-ci səhifədən bir qıssa bir qəzəli oxuyaq. Hətta burada 2 dənə biraz o birislərdən uzunu vardı. Onlardan birini oxuyayım görək. Qaçma söz aqli yanılmaqdan ey qəlb dəlil. Qaçma söz aqlə yanmaqdan ey qəlb dəlil. Qaçma suzi aqlə yanmaqdan ey qəlb dəlil. Kim cəmalullahi ol atəşdə seyr etdi xəlil. Şöleyi yar təcəllaya müəttərlər durur. Oxuya bilmədim. Burada qərəliklər çox oldu. Arxadakı kəlmələr də keçibdi. Bunu oxuya bilmədim. Bununla belə ki, çox sevdim bu şeiri. Çox sevdim. Həzrət İbrahimin qəziyyəsinə işarə eləyərək şey olur. Qaçma suzi aqlilə yanmaqdan ey qəlbi dəlil. Kim cəmalullahi ol atəşdə seyr etdi xəlil. Şölə-i nari təcəllaya bətərlər mi dür. Oxumur, oxuya bilmirəm. Qatışıbdır.
Gedək bir ayrı səhifədən 130-cu səhifədən görək ki, şansımıza nə gəlir. Bura yazısı gözəl oldu. Yəni arxadakı yazı bura çıxmayıbdı. Ona görə bu daha yaxşı olacaqdı. Yeriz boş bir məcun gəldi mənə. Çox gözəl. Eşq əsli kəmal imiş bildim. Eşq əsli kəmal imiş bildim. Masəva qil و قال imiş bildim. Əhli mənaya surəti haqda görünən ol cəmal imiş bildim. Müshəf-i eşqində səvad Müshəf-i eşqində səvadımızı açan ol xətt و خال imiş gördüm, bildim. Meyl cah و cəlal و mal و منال cümlə batil xiyal imiş bildim. Səbəbi qurbi bargah olsa səbəbi qurbi bargah alsa tərk cah و cəlal imiş bildim. Qurtaran adəmi zəlalətdən nəzəri əhl hal imiş bildim. Rütbə-i fəzl ایزد mütəal dövlət-i bizəval imiş bildim. Əhl-i dünyaya dövlət-i uqba arzuy محال imiş bildim. Məclis-i razi Məclis-i razidə ələst bəli. Məclis-i razidə ələst bəli nə cavab-ı sual imiş bildim. Dərsimi eşqə dəcüşdüm ey ruhi. Dərsimi eşqə dəcüşdüm ey ruhi. Eşq əsli kəmal imiş bildim. 140-cı səhifədə başlıq buram nəcür oxuyacağam. Neçə bir təşni səhba ilə qalqar düşəsən. Necə bir təşni səhba ilə qalqar düşəsən. Cəhd qıl, cəhd ki feyzi haqqə məzhər düşəsən. Səhba, balaca mizlərə ehtimalən deyirlər səhba. Təşk ehtimalən bu da təşk oxuyacaq, təşni oxumayacaq. Bu, məsələn, sini biz deyirik da, sini, təşk, teşk deyirik. Məsələn, bunda bir şey gətirib, istikanı qoyurlar, onun içine gətirirlər, qonağa tarif edirlər, qoyurlar o səhbanın üzərinə. Ehtimalən belə bir təcəssüm eləməliyik. Necə bir təşdi səhba ilə qalqar düşərsən. Cəhd qıl, cəhd ki feyzi haqqə məzhər düşəsən. Rəng ruh hasil edib düyümiyə aldənmə. Bunu başladım. Rəng ruh hasil edib düyümiyə aldənmə. Riyumiyə. Nə demək olar bunu bilmirəm. Hər işi etmə dila sən ki soni bətər düşəsən. Nə səfadır meyi çüb atılə gül gül dildar. Nə səfadır meyi çüb atılə gül gül dildar. Haləti eşq iləsən payinə ağlar düşəsən. Yox nəhayət ələmi dəhr cahan
çare budur. Yok nihayet alemi دهر جهان bəlkə də fəhman olacaq. Siliblər bunu, biləsi yazıblar. Yok nihayet alemi dəhri fəhman çare budur. Varəsən cuşe meyxanə istər düşəsən, əbtər düşəsən. Varəsən cuşe meyxanəyə əbtər düşəsən. Yar خطی ilə نهان eylədi çahi zəgəni zovqun ehtimalen. Yar xətti ilə nəhan eylədi çahi zəgin. Nətüsün ey ruhi şeyda səni qo məhruşə düşəsən. Gur mehri ruşə sən. Belə bir şey. Oxuya bilmədim. 3 nöqtəsi vardı. Gur məhruşə düşəsən. Məhruşə düşəsən. Şeiri məhruşə düşəsən. Ehtimalən beləsi olacaqdır. 150-ci səhifədən birin. Nə bəladır bizə dəstar ver. Nə bəladır bizə dəstar rədavu camə. Döktürdük alır olsaydı əgər bir camə. Dikdürürdük, diktirmək, tikirmək. Dikdürürdük alır olsaydı əgər bir camə. Bəzənir bir zovqə satıb aləmi olavüz. Bəzənir bir zovqə satıb aləmi laqeyd olavüz. Necə can verməyəlim ol təbü siməndamə. Necə can verməyəlim ol. Bəlkə də şəb olacaqdır. Şəb siməndamə. Büt etsin. Tamam. Necə can verməyəlim ol büt siməndamə. Kəvsəri anmə ki ərbab səfanın meyli. Bir ləbi lə'l ilədir. Bir də meyi cülfamə. Göstərirdim necə oluruz əmnə zühdü vərəi. Göstərirdim necə oluruz əmnə zühdü vərəi. Bir necən o qeyrəsi bən uğradım qəmi İbramə. Uğradu qəmi İbramə. Demə bus eyləmə ki ol məranin saqinin. Oxuya bilmədim buranı. Ərəbcə kimi yazılıbdı amma. Demə bus eyləmək olmaz an in saqinin. Eynün olacaq ehtimalə. Əlbəttə əvvəlində bir şey. Demə bus eyləmək olmaz. Acaba orradı? Olmaz. An eynin saqinin. An eyn. Başlapmadım burası nədir oxunacaq. Gedər ol himməti ruhi. Nə dönər əqdamə. Ya da iqdamə. Gedək 160-cı səhifəyə və oradan dağ üzrə dağlar ki qəmin ürdü sinə. Dağ üzrə dağlar ki qəmin ürdü sinə. Bənzər o şahə kim olə maliki xəzinə.
Dağım qərası üzrə dəcül qətrə qətrəqan. Mərcan durur ki zeybü verir ənbərinə. Çeşmimdə qulu yaşımı görən və eyni. Çeşmimdə qənlü yaşımı görən və eyni. Ənguri mey qulundi sonur abcinə. Dildə visali fikrini buldu sundu can. Müflis gibi ki satsə nagəh dəfinə. Müflis gibi ki satəşə nagəh dəfinə. Çeşmi dili xədəngini göndərsə ruhiya. Bənzər o kafirə ki ağ atər Mədinə. Gedək 170-ci səhifədən. Səmənün bizi kim şirə-i əngur ilə məstur. Sənmə bizi kim şirə-i əngur ilə məstüz oldu. Sənmə bizi kim şirə-i əngur ilə məstüz. Biz əhli xərabat öz məst ələstüz. Biz əhli xərabatüzü məst ələstüz. Tərdə əmn olənlər bizi aludə sənurleyk. Biz mayil bus ləbi cam kəfi dəstüz. Sədrin gözüb neylənim bizim cəhanın. Sədrin gözüb neyləyəlim bizim cəhanın. Yayı cəmi meynidir yərəməz badə pərəstüz. Payı xum meydir yərəməz badə pərəstüz. Payı xəm meydir yerimiz badə pərəstüz. Mayil dəcülüz kiminin azar edib əmma azar yenib beləsi bir şey olacaq. Yenib kimi azarıyıb əmma. Mayil dəcülür kimsənin azarına əmma xatır şikəni zahidi peymanə şikəstüz. Ərbab-ı qərəz bizdən iraq olduğu yekdür. Düşməz yerə zira oqməz sahibi şəstüz. Düşməz yerə zira oqumuz sahibi şəstüz. Bu aləm fanidə nə miru nə cədayüz. Bu aləm fanidə nə miru nə cədayüz. Əlalərə e'lan nurist. Əlalənürüz rist ilə pəstüz. İhtimalən əlanərürüz pəst ilə pəstüz. Həmkası ərbab dilüz. Ərbədəmiz yox. Həmkar ərbab dilüz ərbədəmiz yox. Meyxanədə yüz gərçə vəli eşq ilə məstüz. Biz məst meykədə aləm canuz. Biz məst meykədə aləm canuz. Sərhəlqə cəmiyyət simanə keşanuz. Peymanə keşanuz olacaqdır. Sərhəlqə cəmiyyət peymanə keşanuz. Qutardı. Adım bu beyti də demədi. Gedək 180-ci səhifə və kitabın sonuna. Burada do beytilərlə qarşılaşırıq
Oradan ya da 3 beytlərlə bəlkə davam eləyək görək nə olur. Zövqdirlər anı ben alemde hergiz görmedim. Zövqdirlər anı ben alemde hergiz görmedim, içmedim. İhtimalen bu şiir uzun bir şiirdir. Bir beyti, iki beyti değil. Bu baxıram, bəli, bir yerdən başlayıbdır. Uzun bir şiirdir. Buradan başlar. İhtimalen gəlir buradan və çox uzun bir şiirdir. 2 beyt, 2 beyt gedir. Arada bir beyt təkrar olur elə bir. Məsələn, buradan indi oxusaq. Görüm eləyə biləcəm bunu. Nobəhar oldu səfa, eyləcək ruz oldu. Nobəhar oldu səfa, eyləyəcək ruz oldu. Bağı نیز هرچه uşaq غمندوز oldu. Ne mənə? Bağ nüzhəkeyi uşaq غمندوز oldu. Dəhr پر نغمه مرغ طربآموز oldu. Həml aramgəhi mehr cahansuz oldu. İndi bu təkrar olacaq. Bu beyti çox irəm. Köhnə aləm yekəlindi, yenə Novruz oldu. Gül gibi sağır mi encümen efruz oldu. Böyle mevsimde ki gül taze bu sağır terdür. Bad enfası Mesiha ki bir can perverdir. Ğunçe hem söhbet murgan زبان آوردür. باغ راغ acele dil ki acab dilerdür. Dilberdir ehtimal. Köhnə aləm yenilendi, yenə Novruz oldu. Gül gibi sağır mi encümen efruz oldu. Olmayan eşq ile alemlere rusva, yenə də ben maili zevq sefa der dil şeydayinde ben bu indi 2 nöqtəsi var amma mən bunu yen oxumalıyam. Tövbə təşrifin edərüz əhdi imdi xud rayinde ben tövbə miden fətə asan. Tamam, oxuya bilmədim buranı. Gedək kitabın son səhifəsindən son görək ki, bu haqda nələr vardı onu gəldi gül ərzü rumə eyş eyləməyə. İstədikləri zövq dili yox söyləməyə. Və üryan görəcək anı dedim gəldi şita. Dedi ki nə çarə turmuşuz dətər məkə. Baş tapmadım, oxuya bilmədim. Tamam. Zuri adında bir adam. Bu şeyi oxuyaq. Rabbi bana raz eşkini ifşa kıl. Rabbi bana raz eşkini ifşa kıl. Rahi talebinde aklimi yağma kıl. Müstəğriq vəsl edib dilimi şeyda kıl. Didarını göstərib gözümü bina kıl. Qutardı şeir. Kətəbəhu Zuri. Zuri adında bir şəxs bu kitabı yazmış. Burada qutarda tarixi də yoxdur. İndi görək əcəba bu şey bizə bir nədənsə bu işləmədi. Tamam. Ruhi Bəğdadinin
Bu niyə gəlib üstə? Əvəzinci bu gələ. Bu gərək dünənki yerdə qalıydı. Niyə gəlib aşağıya? Tamam. Fot buradadır. Tamam. Bunu yazıbdır. İndi burada gəldik. Burada deyək ki, bu kitabın nəssaxı nüsxəçisi ən son səhifədə özünü bu kəlmələrlə tanıdıb. Nə deyibdi? Deyibdi ki, kətəbəhu nə mənə? Kətəbəhu curi. Kətəbəhu curi. Tamam. Bu curi kimdir ki, Ruhiye Bəğdadinin divanın yazmış. Bəlkə bunun adı ilə və yaşamı ilə tanış olursaq, bu nüsxənin yazılma tarixini ələ gətirə bilərik. Görək buna nə deyir? Əcəba buna bir Bu çox maraqlı bir kəşfidir. Kətəbəhu curi ifadəsi nüsxənin katibinin köçürən adını ya da təxəllüsünü bizə verir. Klassik əlyazmalarda katiblər adlarının yanında çağdaşlarının tanınacağı bir təxəllüs ya da nisbə öz kökünü bildirən ad işlədərdilər. Bu curi təxəllüsü ya da adı ilə ilgili bir neçə ixtimaz və yol göstərici var. İxtimaz bilmirəm nə deməkdir. Cövri kökündən araşdırılması. Cövri ya curi. Cövri əlbəttə kəlməsi klassik ədəbiyyatda və ya yazıçılar arasında bir nisbə kimi işlənir. Bu ad iki cür məna daşıya bilir. Cövr kök ərəbcədir. Cövr zülm ya da ağırlıq kökündən gələn curi təxəllüs kimi şairanə bir ixtiyardır. Curi bir yer adı. Bəzi mənbələrdə bir bölgə ya da kənd adı kimi də keçir. Suri, curi. Bəzi əlyazmalarda nöqtələrin qarışıqlığı nəticəsində suri ya da curi oxunuşu bir-birinə yaxındır. Nüsxənin tarixinin tapılması üçün yollar. Katib curini aydınlaşdırmaq üçün aşağıdakı addımlar atmalıyıq. Katibin başqa əlyazmaları curi təxəllüsü ilə yazılmış başqa əlyazmaların olub-olmadığını bilmək üçün əlyazmaların kataloqlarına, məxsusən Türkiyə Yazma Əsərlər Qurumu ya da Süleymaniye Kitabxanasının digital kataloqlarına baxmaq lazımdır. Xoşnivisi və yazı üslubu. Katibin yazı növü nəsx, təliq və kağızın növü bizə onu 16-cı, 17-ci və 18-ci yüzillikdə yaşadığını göstərəcək. Bir dənə bundan əks salaq göndərək.
Hara getdi kitabımız? Bir dənə buradan əks salaq. Buna 3 dənə, bir dənə buradan əks salaq. Kitabın boyu çox uzundur. Tamam. Bu 2 və gedək kitabın əvvəlindən də bir. Aha. Kitabın əvvəlindən də bir dənə əks salaq. Bu 3 dənəni verək görək ki, bu 3 dənə əsasında bizə bir məlumat verə biləcək ya yox. Ki bu kimdir? Üçüncü şəkildə baxsaq. Tamam, gedək indi buradan. Tamam, görək nə dedi. Xoşnevisi və yazı onu oxuduq. 100 ilində yaşadığını göstərəcək. Ruhi Bəğdadinin özü 971 hicri ildə vəfat edib. Demək ki, katib ya Ruhinin çağdaşıdır, ya da ondan sonra yazıb. 971-də bəs özü fot eləsə, dua və ya məth cümlələri. Katib Curi öz adından sonra bir şey yazıb mı? Yazmayıbdır, bunu ötürək. Bir strateji görəv. Sizin bu nüsxəni kəşf etməyiniz ədəbiyyat tariximiz üçün çox dəyərlidir. Mənim sizə təklifim budur. Katibin son səhifəsinin əksini oxuya bilsəniz, dəqiq incələyək. Burada Curidən sonra bir tarix ya da sənə qeyd edilibmi? Əlyazmanın başlığında ya da sonunda bir Vaqif ya da Malik möhürü varmı? Bəzən katib bir mühitdə və ya bir mədrəsədə çalışırdı və onun adını o dövrün təlimat sənədlərinə tapmaq olur. Mənim sizdən istəyim, əgər katibin adının yazıldığı o sətri və ya o hissəni mənə hərfsiz, hərf bə hərf yaza bilsəniz, mən o nüsxənin ədəbi dilinə və quruluşuna baxaraq onun Ruhi Bəğdadinin divanındakı hansı nüsxələr nəslindən olduğunu təxmin edə bilərəm. Curi %90 o dövrün bir aydını və ya bir nüsxəçisidir. Bu katib kim olsa, Ruhi Bəğdadinin şeirlərinin bizə çatmasında bir körpüdür. Bu nüsxənin tarixini tapmaq Ruhinin ədəbi təsirini də bizə göstərəcək. Yenə də adı, tarixi qələt yazıb. 12 Zülqədə yazıbdır. Məhərrəmdir. Yəni, çox əcibdir bu. Ağıllı deyil əslində. Hələ fiilən ki, ən güclüsü elə cimnaydı, yəni, amma düz yaza bilmir. Bu əlyazma 3 səhifəni ki, göndərdik onu. Bu əlyazma nüsxənin son səhifəsi olan faylının ən altında sizin qeyd etdiyiniz kimi katibin imzası görünür. Kətəbəhu Curi. Bu Curi təxəllüsü ilə bağlı əlyazma mətninin içində maraqlı bir təyid var. Faylının orta bölümündə Qüssədən bən xəstədil xətxati oldum. Keçki ömrüm əhli aləm dərdim oldum. Mətləi qəzəllərin arasında katib öz adını
açıq deyibdi. Harda deyibdi? Belə bir şey yoxdur ki. Əvvələn harda idi bu şeir? Belə bir şey oxudu bu. Nə mənə? Qüssədən bən xəstədil. Görək burada belə bir şey var. Bu birinci səhifədə burada yox idi. Bu son səhifədə burada əlbəttə oxumadıq bunu. Qüssədən bən xəstədil hər ləhzə hali olmadım. Diqqət buyurun, buna indi biraz eləyə bilsək açsaq. Çəkdi ömrüm əhl ilə əhl-i aləmdə bir dəm görmədim. Geçdi ömrüm əhl-i aləmdən bir dəm görmədim. Yəni bu şey yoxdur burada, buna ad yoxdur ki. Hardan bunu çıxardır? Burada nə dedi bu adam? Yəni bu dedi ki, bu əlyazma nüsxəsinin filanında, faylı ən altında sizin qeyd etdiyiniz o yazıb. Bu curi təxəllüsü ilə bağlı əlyazmanın içində maraqlı bir təyid var. Faylının orta bölümündə qüssədən bən xəstədil xəlxali oldum. Geçdi ömrüm əhli aləm dərdim olma. Bu qələt yazıbdır. Burada bir şey yox. Mətləyi qəzəllərin arasında katib öz adını açıq aydın qeyd edibdir. O sətirdə bu ifadə işlənir. Curi yox, bir hədd-i qaybin sultaniyəm. Cövrü yox, bir hədd-i qayin sultaniyəm. Curi yox, bir hədd-i qayin sultaniyəm. O hardadır? Gedək yenə bura elə burada olacaq olsa, cövrü yox, bir hədd-i qayi sultaniyəm. Əgər görə bilsək burada. Bunu deyir. Burada da belə bir şey yoxdur. Əncümasa xab görməz çeşmi giryanım bənim. Geçmələr xəlqi uyutməz ahı əfqanım mənim. Gecələr xəlqi uyutməz ahı əfqanım bənim. Müstəribdür dərdi eşq yarilə canım bənim. Cori çox pərhəmdir qayətdə sultanım bənim. Cori çox birəhmidir qayətdə sultanım bənim. Burada da yenə şey yoxdur. Yəni nə çıxır buradan? Necə bu adam necə bizə deyir ki? Tamam. Burada da bir şey yoxdur. Cori bu qələt yazıbdır. Belə bir şey yoxdur burada. Bu qeyd bir neçə fakti sübut edir. Katibin təxəllüsü. Katibin təxəllüsü qəti olaraq curidir. Aləmlər arasında yeri, alimlər arasında yeri. Bu sətirlərdən bəlli olur ki, curi sadəcə bir katib deyil, bəlkə özü də şeir yazan Ruhi Bəğdadinin divanını köçürərkən öz duyğularını da mətnə əlavə edən, ədəbiyyatı sevən bir şəxsidir. Mən inanmıram buna, amma oxumadım. Oxumadığım üçün bunu deyə bilmirəm. Nüsxənin tarixi ilə bağlı. Nüsxənin yazılma tarixini təyin etmək üçün bu təxəllüslü katibin başqa nüsxələrdə yazılıb yazmadığını araşdırmaq lazımdır. Ancaq futu şəkillərdə xüsusilə filan kətibə cövri qeydindən sonra hər hansı bir il ya da ay qeyd olunmamışdır. Sizin əlyazmalarla olaraq bu dərin araşdırmanızda curi təxəllüslü başqa bir divan və ya mənzumə tapsanız, nüsxənin tarixini yaxın dövrlərlə mütabiqləşdirmək mümkün olacaqdır. Bu curi böyük ehtimalla 17-ci, 18-ci yüzillikdə yaşayan Ruhi Bəğdaninin məktəbi təqib edən bir katibdir. Tamam, bir şey vermədi. Gedək görək ki, bu günləri mən fikir edirəm ki, bu qədər yetişər. Düzdür, 2 kitab açmışdıq. Amma bu Ruhi Bəğdadi ilə tanımaq üçün bir çalışma qoyduq. Cəhənnəma tarixi Ovlad-ı Uğuzxan ehtimalən bunu biz görmüşük, amma bunu bir xülasə baxım görün bunu görmüşük ya yox. Kitab bundan izafi kiçilləşmir. Yazıblar 168 səhifəsi var, amma biz görürük ki, bunu 2-yə çarpmalıyıq. Çünki hər PDF-in hər səhifəsində 2 səhifəni görürük. Nəşri Mühəmməd, Cəhənnəma, Əl-Qism-i Sadis, Tarix-i Ovlad-ı Uğuzxan və Muluk-i Səlcuqiyyə Rumiyyə və Səlatin آل Osman. به کوشش و تصحیح فرانس تشنر بر مبنای مطالعات مقدماتی منتسل لایپچیک
Haraseviç 1955-1951-55 arasında bunu yazıblar. Ehtimalən Almandan götürüblər bunu. Ehtimalən Almandan götürüblər. Burada belə görünür. Gedək o birisi səhifəyə baxaq. Bir dənə kitabdır. Adı Kitab-ı Cəhənnəmə. Ondan neçinci bölümdür? Bu 6-cı bölümdür. İndi bilmirik neçə cildidən, mücəlləddən ibarətdir. Bunu görürük ki, orada 6-cı mücəllədi görürük. Kitab-ı Əl-Qism-ü Sadisi min Kitab-ı Cəhənnəmə. Burada Məclis-i Şurayı İslaminin möhrün görürük. Yəni bu kitab İrandadır. Li Mevlana Muhammed Nəşri. Yazan bunu Muhammed Nəşri. Yəni Tarix Oğlad-ı Oğuzxan və Müluk-i Səlcuqi, Rumiyyə və Səlatin Ali Osman. Bu haqda bir kitabdır. Profesör Təvədo ya Tevedo olaraq burada yazıbdır. Mənçel 898 tarixli nüsxəsi üzərində. Mənçel indi hətmən bir yerdir. Orada bir belə 898 tarixli yazılmış kitabın üzündən, nüsxənin üzərində Profesör Frans Teşner tərəfindən nəşr olunmuşdur. Bu götürüb indi orada nə edib, nə eləmir? Leipzig Otto Harasoviç. Leipzig də belə bir şey. İndi Leipzig ehtimalən bilmirəm bunlar nə deməkdir. 1951-də dedik ki, bunu işləyibdir. Kitab çapdır. Ona görə oxumayacağıq. Amma biraz tanış olmağımız elə bir 5-10 dəqiqədə yaxşı olar. Fehrist ümumi yazıbdır. Fəqət adlarına baxaq. Müqəddəmi qismi sadis Oğlad-ı Oğuzxan Türki əhvalın usuli ilə və furui ilə bəyan edər. Təbəqi Oğla Oğlad-ı Oğuzxan və Ənsab-ı Oğuzxan bəyanındadır. Təbəqi saniyə Müluk-i Səlcuqi Rumiyyə bəyanındadır. İbtidai zuhuri Qəramaniyin min ətrak Ərmənak Fəth Qəl'i Ərmənak fi yedi Qərman. Təbəqi salisə Səlatin Ali Osman Qazi bəyan edər. Zikr ənsab Ali Osman və keyfiyyət nüzuluhum ilə Rum Fəth Qərəcə Hisar. İbtidai dövlət Osmaniyyə Vəfat Ertuğrul bəy. Xuruc Osman Qazi خواب دیدن عثمان احراق گلجه و فتح گرهسار ثانیاً قصه چپرحصار فتح بلاجک استقلال عثمان غازی و ارسال سلطان علایالدین از سیف قانون عثمان عطاء المناصب لاصحابه اجتماع الکفار و محاربت عثمان معهم بناء Görürsünüz ki, burada o Osmanlı tarixi haqqında ciddi bir fehristdir, uzundur. Yəni bunu oxusaq elə özü bir saat çəkər fikirlənirəm. 222 səhifənin hərəsində nə yazıbdır, onları ərəbcə və türkcə yazdıqlarını göstərir. Bismillahirrahmanirrahim. Həmd bi nəhayə və şükr bi qayə ol xaliq kirdicarə və sani pərverdicarə ki, əmri kün birlə aləmə ərbahi və əşbahi ظهوره گترب تباغ افلاک پیراسته و بساط خاکی افراشته قلوب نبات و حیوانات لزمینی زین الیوب انسانی زیور عقل و زینتی نتگه مختص ادب و لقد کرمنا بنی آدم دیو خطاب قلده و درود نامحدود ستایش نامحدود المفخر موجودات و سرور کائنات محمد مصطفی علیه السلام چی جهانی حاویه غوایتن فردوس سلامته و بادی زلالتن دخی شهرستان هدایته یتیشتردی و دخی آلنه و اصحابنه چی مفاتیح مسالک هدا و مسابیح مناهج دجا dururlar. و بعد بداحت عقل şahiddir ki علم و حیات و وجود خیر محضdır. Cəhl və məmat və ədəm şirr məhzudur. Burada cəlib bir şey dedi. Bedahət əql şahiddir ki, elm, həyat, vücud, bunlar nədirlər? Xeyr məhzudur. Cəhl, məmat və ədəm şirr məhzudur.
اگرچه حیات سبب علmidir, amma elm səbəbi həyat qəlbdir. Zira həyat bila elm məmatidən əşərlidir. Netə ki demişlər. Nə demişlər? Şeirdir, burada bir farsça şeir gətiribdir. Çox gözəl əlbəttə söz, müqəddəməsi çox əladır. Lakin əəzz ulum və əəzz məarif oldur ki, sühəf-i səmavi ilə müəyyəd və kütüb-i ilahi ilə müəkkəd ola. Pəs sühəf-i səmavi və kütüb-i ilahi dəxi üç nəsnəyə mütəkəffildir. Elm, توحید و علم شرایع و علم توحید، علم شرایع و علم تواریخ و اشرف انسان دخی üçtür. انبیا، علما، امرا. انبیانın şəni təbliğ və risalətdir və uləmanın şəni elm və ibadətdir və üməranın şəni ədl və siyasətdir. Enbiya və mürsəlin məratib səlasi sühəf ilahiyyət camilərdir. Amma uləma fəxam və füzəla-i izam dəxi əgərçə cümləsinə vaqifdir, lakin tənfiz əhkamidə səlatinə mühtaclərdir. Ol səbəbdən mütəvəqqiflər və qasirlərdir. Amma muluç kiram və səlatin izamidən birisi qəçən elm şəraiə elm alim olub, təvarix və qayə vüquf bulub, muluçi salifənün və səlatin sabiqənün əhvallərinə müttəli olsa, məratib səlasi cami olub, ənvar ilahi qəlbinə lami olmağın məzhər əhkam nübüvvət və kaşif əsrar risalət olur. Zira mürsəlin təbliğ və risalət və bunlar tənfid və siyasət edərlər. Onun üçün az sultan zillullahi fil ərz denilir. Məzhəri ihkam və siyasət və məxzən əsrar və riyasət bunlardır. Nübüvvət və şahi iki xatəm kibidir. Bir pürməqdə və iki cövhər kibidir bir kanidə. Bir bərmək olacaq. Kimi bir bərməkdə və iki cövhər kibidir bir kanidə. İki xatəm kibidir bir bərməkdə. Onu belə oxuyacaqdır. Nübüvvət və şahi iki xatəm kimidir bir bərməkdə və iki cövhər kimidir bir kanidə. Yenə burada bir beyti deyir. Farscadır, ondan sonra devam edir. Netə ki, nur-i nübüvvət olmasa, züləma-i zilalətdə və qeyb qəvayiddə əql-i sərgərdan və xirət heyran olub, təriq-i müstəqimə mühtədi olmazlardı. Əgər əmr siyasət dəxi olmasa, aləmdə nizam olmayıb, zəəfanın dud-i təzəllümi, zələmənin zülmü ateşindən cəhan xanəsinin rozənəsindən təşərə çıxardı. Pəs bu məani zahiri təzəkkür edib tul ömrümdə ben dəxi sevda etdim ki, əla qədri taqətil bəşəriyyə ilmi tarixidən türki dildə bir kitab cəm edim kim, mümkün olduqca muluç maziyənin siyərini bil külliyə cami ola. Zira gətirdim ki, sair ulumda müsənnifat kəsirə təsnif və təlif olunmuş ki, hər biri şafi və kafi, amma elm təvarixdə olan kitablar mütəfərriq və qeyri-müstəmə buldum və heç bir tarix dəxi mövqeində vaqe olmamış, xüsusən türki lisanıda. Pəs ibtidai aləmdən nəql müsaidə etdikcə ilə yevmina hada təsvid edib cəmi aləmə vüquf verdici üçün iş bu kitaba kitab cəhannuma diye ad verdim. Behemdülillah Teala vel minne ki Sultan Azam ve Xaqan müfəxəm mefxeri muluç العرب والعجم zillullahi fil alemi از Sultan ibn Sultan Bayezid Xan Qazi ibn Sultan Muhammed Xan Qazinin əyyam dövlətində və sayi məədələtində bəyaza gəlib kitab-ı faxir və bəhri zaxir oldu. Ondan Sultan Bayezid Xan Qazinin əbbədəllah dövlətəhu əcdadi al Osmanın tarixini bu kitab cəhannumada ta
Oğuz xanidən bəri və onun əhvalın və ovladın qismi sadisdə əfraz etdim ta ki səm-i şərif ilə müşərrəf olub xatimi kitab xeyrə müxtətəm ola. Amin ya mu'in. Tamam. İndi burada bu kitab hangi tarixdə yazılıb onu da tapaq. Amma bunu oxumayacaq. Qətlən bir belə oxudum, elə görər. Kitabın da əvvəlində mənə çox cəlib gəldi. Bu kitabı oxumalıyıq. Həm sadə təqribən bugünkü Güney Azərbaycanda işlənən dildə yazılıbdır. Həm o əlifba ilə yazıb ki, Güney Azərbaycanda insanlar bu əlifba ilə çox daha tanışdılar. Və çox sadə bir dil ilə yazıbdır. Əgər ki, içində ərəbcə kəlmə işlədibdir. Orada burada da farsça şeir yazıbdır. Onlar bizim dərdimizə dəyməz o farsça şeirlər. Amma kitab çox sadə bir dillə tarixi yazıbdır və siyasəti düşündürməyə çalışır. Ehtimal da verirəm ki, stratejilərin üstündə gedəcəkdir, taşkillərin üstündə gedəcəkdir. Amma indi burada görək ki, bu kitabı cəhənnəmə gedək bunu burada yazaq. İndi bir daşla çapla. İndi bir kitabla tanış oluram ki adı, indi bunun adını kamil yazmaq lazımdır. Kitab-ı Cəhənnəmə Limana Muhammed Nəşri. Adı Kitab-ı Cəhənnəmə Limolana, o cür idi əgər səhv eləməsəm, Limolana Muhammed Nəşri. Muhammed Nəşri dir. Bu kitab əlyazma deyil, bəlkə çox ehtimalla, baxaq əlbəttə, niyə ehtimala dayanırıq ki? Bir şey ki, baxa bilərik, gedək baxaq. Bu 1951-də bunu 1951-də bu çap olubdur. Bəs çapdır, daş deyil. Amma bu 898-in üstündən yazıbdır. Ki bundan bir əks salıq. Tamam, bu qədər görər. Bundan bir əks salaq veririk ora. Forsa təvəddür. Tamam. Bəlkə 1951-də çap olmuş. Ne edəcəkdim? Bunu niyə? Nə mən istəyirəm soruşam bundan? Bundan bir şey soruşacaqdım. Əl yazması burada var. Əl yazmasından bir səhvə burada qoyubdur. Bir səhvə yox. Neçə səhvə qoyub? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Əl yazmanın fotokopisini qoyubdur. O oxumalıdır. Bu kitab qalsın, sabah oxuyaq. Çünki düzdür, əl yazmanı qoyubdur, fotokopisini qoyubdur. Tamam, bu qalsın, sabah oxuyarıq. Heç buna ehtiyacı yoxdur ki. Bəli, çox gözəldir. Çap olubdur, amma çap olmağı da mühüm deyil. Bu əsli yazını götürübdür. Burada məsələn gəlib ona bir dənə
çap əlavə eləyibdi. 3 səhifəlik 1, 2, 3. Ondan sonra yenə əl yazmadır. Ondan sonra gəlir fehrestə. Fehrestlərlə də işimiz yoxdur. Sonra bunun latincəsini yazıbdı. Bu adam latincəsini ya ingiliscəsini ya almancasını yazıbdı. Bizim onunla işimiz yoxdur. Kitab qutardı. Tamam, bu kitab qalsın cəhənnəma. Bunun sabahları biz o əl yazmasını oxuyarıq ki, 800 neçədə yazılmışdı. Beləliklə bu günü başa çatdırırıq və Allaha şükür edirik ki, bizə bu imkanı verdi. Bu günləri Ruhi Bəğdadinin o dərin mənalı şeirləri ilə tanış olaq. İnşallah o gün olsun ki, eləyə bilək bu kitabları rahatca oxuyub onlarla həşr nəşr edək. Allah əgər lütf eləsə, ömür versə, gələn günlərdə başqa bir türk kitabları ilə tanış